Yadınızdadırsa mən məşhur Ketkin markasından Temu'dan bir göz paleti almışdım. Bu arada Ketkin Çində lüks marka hesab olunur. Okey, gəlin açar. Mən bir rəngini almışdım, üstü yaşıl rəngdəydi. Bu dəfə də belə bir rəngini aldım, baxın. Üstündə belə logosu var, Ketkin yazılıb. Baxın. Bu rəng aralığındadır, üzərində bir plyonka var, o düşdü. Alt tonları bunun biraz çəhrayı təhərdir. Gəlin pigmentasiyasına baxaq. Məncə pigmentasiyası kifayət qədər yaxşıdır. İlkini də çox bəyənmişdim və güzgüsü də həqiqətən çox böyükdür. Bilirsiniz də bəzən bizə çox böyük güzgülər lazım olur daha yaxşı görməyimiz üçün. Heç də ucuz marka deyil. Bəzi məşhur markalar bundan daha ucuzdur, belə deyim. 25-20 manat aralığında indirimə düşəndə daha az almaq olur. Belə.